Ağdaşda toyda dava düşüb. Hadisə Ağsaray Şadlıq Sarayında baş verib. İlkin məlumata görə musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan teleqrafa bildirilib ki, zərər çəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub. Əməl törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır. Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü tapılıb. O qış aylarında Bakıya qayıdıbmış. İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil. Qeyd edək ki, o uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub. Məsələ ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və Xarici İşlər Nazirliyinin heyəti barədə mətbuata məlumat verilmir.